Ofelia xanım, mən heç nə demirəm. Allah hər kəsin ruzusunu versin. Mikrofon Ofelia versin. xanım, Ha, Allah var hər olun. kəsin ruzusunu versin. Toya da gedin, bankete de gedin. Mən ona görə Danışdınız demədim. milyonların qarşısında ki, bundan sonra onda mən gedim qəbrə gedim də mən qocalmışam. Mən əgər 50 yaşımda sənətə gəlmişəm, yarımçıq gəlmişəmsə, qurban olum Allaha, demək neysə var. Demək bir ruzu gələcək. Amma siz elə çıxış elədiniz, İlhamə, sizin də İlhamə kimi güclü səsiniz yoxdur, mənim də. Amma siz də oxuyursunuz, sənətdəsiz illərlə. İndi inşallah ki, mən də istəyirəm yoldaşıma yaxşılıq edeyim. Qoy mənim yoldaşım biraz Siz istirahət oxuyun, etsin, mən- nömrə bir olun. İstəməyən Yox, laf siz belə- elə danışdınız nə bugün deyim? mənə qarşı, mənim də sluxum olmasaydı, biraz səsim özümə qarşı aid olmasaydı, mən gəlib milyonların qarşısında Elgiz Bey kimi dəyərli sənətkarların qarşısında, Elgiz Bey kimi belə dəyərli insanın yanında gəlib özümü gülünç yerinə də qoymaz idim. Bizim dəyərli sənətkarımız da var. Mən klon zat deyiləm ki, milyonların qarşısına çıxım, oppanın, nə olsun ki cavan qızlar? İndi cavanlar var, biz ölməliyik acından. Hara gedirsən cavan. Mən də özümə görə biraz, indi mən də Siz indi gedin də Artıracağım, restoranlara sizin kimi müraciət edin. eləyəcəm. Görün, Mən götürsələr də- işləyin. Hanım, ben bir söz diyeyim. Siz cavansınız, siz koca değilsiniz. Eğer doğru o hanım, söylüyorsunuz. gör Genç reyinde bu değilsiniz. hanımın ne kadar temizliği var ki, ne kadar böyle, ne diyeyim, cürət, böyle o sözün adı Özgüvəni var, bilmem ne bəli. dediğim məhdliği var ki, Bəli. o deyir ki, indi ben o yükü daşıyayım. Ben öz yoldaşıma Ay, dayak olum. Əslində Bunu alqışlamaq lazımdır belə gözəl xanımları hanımı. bəli, elə onu deyəcəkdim. Onu, indi Bəli. Allah ne kısmet verip onu yazır. O da O ki, olur o ki, yoldaşın bizim ilə də. fikirləşir ki, indən belə mən ona baxacağım, onu alqışlamağa dəyərsiz demiş. Amma siz məni bugün lap alt, bəlkə birdən qapı açılacaqdı mənim üçün bugündən sonra. Siz o qapını elə bağladınız milyonların qarşısında. Ay, Mən qapını- gedim qəbrə ölüm, mən 50 yaşında ölməliyəm demək Cəmilə xanım. Ay xanım, Siz hələ qapını Allah açıp bağlayır, bu hanım yok. Yo Cəmilə xanım, siz mənim bugün doğrudan da bütün qapılarımı bağladınız. Niyə? Çünki siz deyirsiniz ki, mən yaşlıyam, restoranlara cavan lazım. Niyəcəli mən bu qədər qoca kaftar Yox, siz gedin pis görürəm. restorana. Siz Yəqin yaşlısınız, ki- mən də yaşlıyım. Hələm də siz gedirsiniz. Onlar indi sizə bir şey deyim. Olar Elgiz bəy. İnanın ki, cavanlar deyir sizə, indi mənəm deyən elə cavanlar var ki, inanın ki, zərrə qədər səsi yoxdur, amma nə siz, nə başqaları o cavanlara deyə bilməz ki, sən oxuya bilmirsən, çıx səhnədən. Ancaq təzə-təzə başlayanlara deyirsiniz. Niyə görə? Tamam, ola bilər mahnı xoş olmasın, ola bilər mahnını bəyənməyəsiniz, amma insanın yəni belə biabır edici bir səsi yoxdur axı, var axı, suluxu var, ritmi var. Bəli, sənəti var. Bir də ki, Ən böyük dediyim ürəyi kimi də, var. yəni bu yükü Bəli, üstündə bəli. daşımaq istəyir ki, bu da nəsə eləsin, xanım da nəsə eləmək istəyir. Ay qız geçsin eləsin də, kimsə əlini verib qabağına. Valla niyə? mənəm deyənlərə, bu Mən burada sənin işə səsin düzəltmə bürosunda yoxdur, işləmirəm oxuma ki. desəydiniz, indi səhnədə ancaq oxuya bilənlər var idi. Yox, Keşke o siz sözü deyirsiniz ki, onun əvvəl, əri siz də bir xaricdə vaxtlar deyil, Cəmilə xaricə xanım. gedən adam bu sənətin dalınca getməsin. Sizin bu sözünüzdə səhvlik var Cəmilə xanım. Xaricə getdi, kimə getdi, fərqi yoxdur. Səsi varsa, özgüvəni varsa, bacarığı varsa, ona meydan verin. Nə Cəmilə gözəl xanım, danışırsınız. Onda həyat gedin yaşamaq. bir də restorana Cəmilə işləsin. xanım, Sənətkarlar, sizin kimi sənətkarlar ona yol göstərmədi, kömək Mən yolu eləməlidir. düz göstərdim. Amma siz onun qəlbini sındırdınız. Ben de İngiltere Cəmilə yolu xanım, gösterdim. siz də bir vaxtlar itmişdiniz, qurban olum. Siz də müəyyən bir dövr var idi ki, siz bir vaxtlar itmişdiniz və heç bir restoranlar, heç bir efirlər sizi çağırmırdı. Gördünüzmü bu yaşınızda müəyyən bir Mən dövrdən sonra Azərbaycanda yox idim, təzdən ay qız, gəldi. mən 6 il Demək ki, insan bu yaşda xaricdə gələ oldum. bilər də. Əzib valla düzgün deyil. Siz gedin düzəldin o restorana işləsin. Elgiz, hətta biz onlar bir söz deyim. Xanım, mən sözün düzün deyirəm, buradan da mənə eşidirlər. Hər kəsin parlayan dövrü var, itən dövrü var. İndi sənətkar olaraq parlayıbsa, o demək deyil ki, yəni Cəmilə xanım səhnəni atıb getməlidir. Sadəcə o subyektiv fikrini deyil və təcrübəsi Ofelia xanımın təcrübəsindən də çoxdur. Gəlin çox baskı eləməyə Cəmilə xanıma, xahiş edirəm. Mən indi sizə bir şey deyim. Xanım, Xanım, çıxanlar başqa Xanım, üsulla bir çıxır, dəqiqə. başqa formada və onu Qız- tamaşaçılar bilir nə yolla çıxırlar. onlar bir kəlmə mən deyim. Bax, mən elə bir ki, restoran müdürüyəm, oturmuşam, gəlir oxumağa. Mənim restoranıma xarici gəlir, Rus gəlir, İncə mi? Ukraynalı gəlir. Bu vacib deyil, 2 dənə, 3 dənə öz mahnısını oxuyacaq, gedəcək, mənə lazım deyil, mənə lazımdır. Live müzik, canlı olaraq oxusun, Azərbaycanca, Türkçə, Rusça, İngiliscə, oxuya biləcək, götürüm işə. Mən bundan danışıram. Ofelia Nəyi xanımın bacarmamışam müzakirəçi olaraq mən? getdiniz, o özünü tək hesab elədi. İndi ola bilər fikrinizi tam Bildi, çatdıra bilməmisiniz. Azərbaycan tam Amma o başqa demək deyil ki, cürədir, siz onu xanım. təkləmisiniz. Kənardan Cəmilə xanımı pis qələmə verməyə, ay İnci. Axı indiki Mən düzün, müğənnilərin bilirsən. hamısı İndiki müğənnilər xarici, səsi türk, ilə Bax, yox, bilirsən, başqa oxuyansan, sənəti ilə ay bir gündəmə dəqiqə gəlir. dayan, Onu tamaşaçılar oxuyansan, çox gözəl gəlirsən bilir. restorana. Təbii, təbii. Mən 6 dildə oxuyuram.
təmiz. Oxuyuram da ötəsamı mahnıları, ifadə edirəm, danışıram da. İngilis gəlir, İngilizcə danışıram, Rus gəlir, Rus. Qulaq as, restoran oxumaq o demək deyil, 3 dənə mahnım var. Çıkıdı bıkıdı yola bir restoran ən çətin Hamı işdir. işləyə, Düzdür, öyrənə ən öyrənə çətin. gedir də qabağa. Heç Gəlir, kim anasının qarnından çıxıb hər oxumur, dildə hamı öyrənir. 3 dənə mahnı olan Hamımız gedib pul təhsil qazanmaq, alıb mən buna öyrənmişik də inanmıram. biz. İnanmayacağım da. Mən də hər dildə oxuyuram restoranda, Yavaş amma yavaş bu o deməkdir ki, yollar xanım öyrənəcək, oxumalı və yaxud düşəcək, heç İlhami olmaz. xanım deyirsə, İlhami xanım da xarici canlı gedib oxuya bilmir. Və yaxud Yunanca ged, məndə də var, Gürcü də İlhami'nin oxuyuram, türk xarici də mahnıları bəsdir. Ay sağ ol, təkcə türk mahnıları. Siz nə İngiliz, bilirsiniz bu xanım bəs gələcəkdə hansı bir yolu gedə bilər? Bax, Bilmirsiniz gedin. axı. Gedin. Siz artıq mən sənətkar deyirəm də, çünki dəyərlisiniz bizim üçün hamımız. Amma siz indi bilirsiniz ki, mən yarıdan başlayıram. Yarıdan başladım, mən artıq 2 ayda gör 10 dənə mahnı, 2 dənə klip elə üstəlik işləyirəm üzərimdə. Və şükür Allaha, qurban olma Allaha. Çox sağ olun Ergiz Bey. Vallahi çox dəyərlisiniz. Ergiz Bey olmasaydı, bax, hamımız biz şey olacaktı. Teşekkür ederim, minnettarım size. Öyle değerli sənətkarım. Çox sağ olun. Yani çok sağ olun, var olun. Cəmilə xanım, siz, bax mən təzə, yakaq bir Yasliyə gedirəm də. Mən elə Yaslidən başlayıb Cetski Sada gedəcəm. Siz imkan vermirsiniz ki, mən Cetski Sizin Sada 50 yaşınız var, deyirsiniz mən 50 Ben bir yaşından daha başlayayım. söz diyeyim. Ergi 50 söz yaşındayım verirsən da ki, sən mən. gep Ofeyla xanım konuşursan. üzr istəyirəm. Mən bir söz diyeyim, bilirsiniz nədir? Biz İngiltərədə, Fransada, xaricdə bir yaşlı qadın oxuyanda, plaşatkada 2 dənə qoca arvad kişi oynayanda hamı ləzzət alır. Biz sonra başlayırıq ki, bu nə yaşlı, bu nə oxuyursa, biz atlanmış ortaya, qoca kişisən dövür, qoca arvası xanım, torpağını bir tökülür, sual verə elə bilərəm. yaşamıyor. Bu insanlar yaşamaq istəyir. 50-də də, 60-da da, 70-də də bunların həyat var. Bana yaşasın da kim Yox, qoymur? mənim ixtiyarım yoxdur ki, deyəm sən yaşama o həyatı. Bəli. O yaşamağı Arkadaş bacarmalıdır. yaşayacaq, oxuyacaq Amma biz onun pul körünü qazanmağına əmin qırmamalıyıq. deyiləm. Yox, biz onun körünü qırmamalıyıq. Siz əmin deyilsiniz, amma o özünə əmindir, o özünün bacarığına arxayındır. Ona görə də biz imkan verək, xeyir-dua verək ki, get çörəyini qazan, bəs salam. Bu qədər. Ruhsunu da verən Allahdır. Mən də öyle. Cəmilə xanım, bir sual verə bilərəm. Efirdə, restoranlarda bu qədər tanınmış müğənnilər vardı, hansı ki, heç birinin səsi yoxdur, heç birinin anlayışı Fonoqram yoxdur yerinə musiqidən. oxuyurlar. Sadəcə söz yığınıdır, elə-belə girirlər studiya, yaşlı studiya var, valla o səs yazanların Allah canını sağ eləsin, təmizləyirlər, nə işlər görürlər. Onlara bir dəfə demişsiniz ki, oxumayın. Demişsiniz. Baxın, o Mən elə əgər həyatım gedib biraz boyu heç dərs kəsə alsa eşit müəllim bilməmişəm. yanında, Mən o kimə elə gideyim bişəcək oxuma? onun səsi. Heç bu xanıma da demədim oxuma. Niyə başa düşmürsünüz? O pul qazanmaq istəyir ki, ailə saxlaya. Mən də deyirəm ki, indiki zamanda o pulu qazanmaq çətindir. Siz gərək neçə dildə oxuyasınız, neçə mahnılar biləsiniz, Öyrəşmişəm, mən live əzablara oxuyasınız, live öyrəşmişəm. müzik. İndi keç bir o Cəmilə xanım, fonograma mən qoyub 12-13 oxumaq. yaşlarında Çağırır. Elə keçir ki, 10 min pul verirlər 3 dənə mahnı. Son məlum o ki, canlı efirdə oxuya bilmir. Mən balaca kız idim. Bilirsiniz harda işləmişəm? Mən də mənim baxsanız mən şey İstanbul. Mən Gürcüsündən işləmişəm. Ay Allah, insan varsa məni görür. Mən balaca qız ola xleb zavod o vaxtı bilirsiniz necə çətin idi xleb zavodda. Qalxırdım buradan, oradan bu filmə, oradan şeylər hər yerə ya mən əziyyət çəkən insan olmuşamsa, bundan sonra müğənniliyi mən bəyəm yoldan keçib studiyaya gedib yazmışam. Yox, mən müəllimdə oxumuşam. O da sənətkardır. O deyib, sənin sluxun olmasaydı, məni öldür ofa, sənə mən mahnı yaza bilmənəm, nə deyir? Yaza bilmənəm, 10 dənə mahnı yazmaq slux, İdin Allegrov'dan tutmuş hamısına. Mən o zülmləri Pulunu alır, çəkmişəm. mahnı yazdır da. Mən də olsam deyərəm, nə qəşəng Yo, yo, oxuyursan. yo, yo, yo. Qəşəng oxuyursan, bir Yo, demirəm yo. sən pis oxuyursan. Mən indi mahnı oxudum, Pulumu pis alaram, oxudum. mahnı sataram. Cəmilə xanım, Hə, Elgiz. dəyərli Yox, səs sənətkar olmayanın Qorxmaz nə bəy. mahnısı var, Baxın, nə demə. burada mahnı oxudum. Bu qədər pis mi idi ki, mən sabah gedib pul qazana Çörək bilmərəm? mahnısı deyil də Mən o. milyon istəmirəm. Apır Mən çok günümə çörək bir mahnısı dənə ye. Elə xan, Elə bizim burada önümüzü hər yıxan kəsin adı çörək çəkildi, mahnısıdır bir da. dənə Toy Elgiz mahnıları bəyin da adı özləyir burada. çəkilmədi. Günü bugünü bizi tanıdan Azərbaycan xalqına Elgiz bəy oldu. İlk öncə ona təşəkkür düşür. Allah Yəni burada qorusun. gəlib hamı öz Elgiz iradını bəy, bildirə Allah bilər. qorusun. Baş Hər əyirəm, kəs siz burada, başınız. hər kəs Allah, iradını biz bildirə. zarafat Ofeliya deyil. xan bir də üstə sözümü deyim. Burada sənətçilər öz iradını bildirə bilər, təkləyə bilər səni. Yeganə insan Elgiz bəydir ki, günü bugünü sənə dəstək olur və bizə dəstək olur və ARB televiziyası. Ona görə sən rahat ol, sənin yolun işıqlıdır.